Başla. Salam. Mən Hüseyin Abilfəz. 92-ci ildə Dadaşov Süleyman Əldursun oğlu ilə bir yerdə döyüşdə iştirak eləmişəm. Süleyman böyük qəhrəmanlıqlar göstərib. Qazançlarda minə düşdü. Mehmanı yüksəkliyini aldıq. Alanda çox sayda erməni, Rus zabitləri və neqr öldürmüşdü. Biz ondan çox döyüşdə can yataq, gül yataq döyüşlərində iştirak eləmişik. Sırxəvən, Çıldıran döyüşləri 92-ci illərdə. Çox döyüşdə, çox qəhrəmanlıqlar göstərib. İndi ancaq bizə hal-hazırda yer verən yoxdur. 80 manat prezident təqaüdü alıram. Yəni başqa cür iş yox, güc yox. Yaşı öz örtüb, xəsis adamlar yox. Yolun sağında gedirik, solunda gedirik. Yəni açıq deyim, baxmırlar da, imkan vermirlər yaşayaq. Sözün düzün danışmaq lazımdır. Pekinlə getdi, orada evlə Rus zabiti, neqr, nə bilim, getdi gördük, qırıb töküb hamısını yerədə. Biz ondan biz elə o qabaqda, yəni ucu havalar dəli kimi, yəni getdi də qabaqda, bu adam ürəkli oğlandı. Bunun yəni ikinci variantı yoxdur. Çox döyüşlərdə iştirak eləmişik. Yəni İbadlandı bir yerdə, sonra nə İbad o tutdu ki, getməsin, getdi. Yəni o elə bir ürəkli oğlandı. Çox uşaqlarımız bizim şəhid oldu orada, qardaşlarımız. Nə deyim valla? Başqa o görən bilər. Biz indi danışırıq, çox adam görməyib belə deyir ki, bunlar nə say ağlayır görəsən. Həyatda da mən müraciət edirəm yaxşı insanlara, gözəl bizim hökumətimiz var, gözəl insanlar var. Yəni bu tədbir görülsün. Haqqımız tapdalanmasın bizim. Xahiş edirəm. Çox sağ olun.